müəllimlər, əziz məktəb yoldaşlarım və radio dalğalarımızın sadiq dinamik dinləyiciləri. Məktəbimizin mənəviyyat çarçısı hər birimizə enerji və ruh yüksəkliyi bəxş edən Gələcəyin İşığı FM radiosu yeni, hərəkət dolu və rəngarəng bir buraxılışla efirdədir. Mikrofon qarşısında mənəm, onun 7-ci B sinif şagirdi Zəhra Qurbanzadə. Bugün təqvimimiz 3 iyun tarixini göstərir. Bugün bütün dünya həm sağlamlıq, həm ekologiya, həm də sadəlik və gözəllik rəmzi olan çox xüsusi bir nəqliyyat vasitəsinə həsr olunub. Bəli, bugün Dünya Velosiped günüdür. Dostlar, velosiped sadəcə 2 təkərdən, zəncirdən və sükandan ibarət sadə bir mexaniki vasitə deyil. O, əslində azadlığın, müstəqil hərəkətin, sağlam həyat tərzinin və təbiətə olan sonsuz sevginin ən gözəl ifadəsidir. Artıq 200 ildən çoxdur ki, velosiped insanların ən yaxın dostuna, ən etibarlı və sadiq yol yoldaşına çevrilib. Birləşmiş Millətlər Təşkilatı tərəfindən bu günün xüsusi olaraq qeyd olunmasında əsas məqsəd insanları gündəlik həyatda daha hərəkətli olmağa səsləmək, ətraf mühiti qorumaq, velosipeddən istifadəni genişləndirməkdir. Velosiped sürmək havanı çirkləndirən zərərli qazların azalmasına birbaşa kömək edir. Bir sözlə, hər dəfə pedalı fırlatdıqda biz həm öz sağlamlığımızı qazanırıq, həm də gələcək nəsillər üçün planetimizin daha yaşıl və təmiz qalmasını artmaqdadır. Şəhərimizin küçələrində, böyük parklarımızda və dənizkənarı bulvarda salınan yeni, müasir velosiped yolları, gənclər arasında keçirilən maraqlı yarışlar və kütləvi yürüyüşlər bu idman növünə olan marağın bariz nümunəsidir. Velosiped sürmək insanın həm fiziki, həm də zehni inkişafına inanılmaz dərəcədə müsbət təsir göstərir. O, stressi və gündəlik yorğunluğu azaldır, ürək-damar sistemini möhkəmləndirir, ayaq əzələlərini inkişaf etdirir və ən əsası insanın əhval-ruhiyyəsini yüksəldir. Xüsusilə çətin dərs günündən sonra və ya həftə sonları dostlarla birlikdə təbiət qoynunda velosipedlə gəzintiyə çıxmaq həm əyləncəli bir istirahət, həm də bədənimizin üçün çox faydalı bir məşqdir. Bu, həm də dostluq münasibətlərini möhkəmləndirən, komanda ruhunu artıran ən gözəl sosial fəaliyyətlərdən biridir. Əziz məktəb yoldaşlarım, bilirəm ki, aranızda artıq peşəkar səviyyədə velosiped sürən və ya sadəcə asudə vaxtını 2 təkər üzərində keçirmək sevən çoxlu sayda dostlarımız var. Siz hər biriniz sağlam gələcəyin və yaşıl dünyanın canlı elçilərisiniz. Lakin velosiped sürərkən ən vacib məsələni təhlükəsizlik qaydalarına heç vaxt unutmamağınızı xüsusi olaraq xahiş edirəm. Hər zaman qoruyucu kasklardan, dirsəklik və dizliklərdən istifadə edin. Axşam saatlarında isə mütləq işıq qaytaran elementləri olan geyimləri üstünlük verin. Yol hərəkəti qaydalarına ciddi şəkildə əməl edin ki, idman zövqünüz xoşagəlməz hadisələrlə əvəzlənməsin. Unutmayın ki, sizin sağlamlığınız və təhlükəsizliyiniz həm bizim üçün, həm də ailələriniz üçün hər şeydən daha vacibdir. Əgər hələ də bir velosipediniz yoxdursa və ya sürməyi öyrənməyi çəkinirsinizsə, qarşıdan gələn bu böyük yay tətili öyrənmək və yeni bir faydalı hobbi qazanmaq üçün ən gözəl fürsətdir. Velosiped sürməyi öyrənmək insanın özünə olan inamını artırır. Ona fiziki müvazinəti qorumağı öyrədir və qarşıda tamamilə yeni üfüqlər açır. Təsəvvür edin, heç bir yancaq sərf etmədən, təbiətə heç bir zarar vermədən, sadəcə öz iradəniz və gücünüzlə kilometrlərlə yol qət etmək nə qədər zövqlü bir hissdir. Gəlin biz də böyük hərəkata qoşulaq. Həm sağlam qalaq, həm də doğma vətənimizin təbiətinə, təmizliyinə öz kiçik töhfəmizi verək. Unutmayın ki, sağlam bədəndə sağlam ruh olar. Dəyərli dinləyicilər, sağlamlıq, enerji, sürət və hərəkət dolu radio buraxılışımızın sonuna gəldik. Sizinlə mən idim. 7-ci sinif şagirdi Zəhra Qurbanzadə. Gələcəyin İşığı FM radiosu adından hər birinizə bol enerjili, idman dolu, şən və qəzasız bir gün arzulayıram. Dünya Velosiped gününüz mübarək olsun. Növbəti görüşlərə qədər yolunuz hər zaman açıq, yollarınız hər zaman sürətli olsun. Sağlıqla və hərəkətlə qalın.